Avropa Birliyi ölkələrində sürücülük vəsiqəsi əldə etməklə bağlı yaş senzinin yuxarı həddi müəyyən olunub. Belə ki, bir çox ölkələrdə sürücülük hüququnun verilməsi ilə bağlı son yaş limiti 75 olaraq müəyyənləşib. Bəs bizim ölkədə sürücülük vəsiqəsi neçə yaşdan sonra ləğv olunmalıdır? Milli AZ xəbər verir ki, paytaxt sakinlərinin sözlərinə görə 70 yaşdan sonra sürücülük vəsiqəsi ləğv edilməlidir. Çünki o yaş aralığında həm görmə zəifləyir, həm də reaksiyalar yavaşlayır. Ekspert Elməddin Muradlının sözlərinə görə, sükan arxasında ölüm və ağır klinik vəziyyət keçirən şəxslər azdır. Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən bildirildi ki, qanunvericiliyə əsasən ölkəmizdə sürücülük vəsiqəsinin etibarlılıq müddəti 60 yaşına çatan şəxslər üçün 10 il, 60 və daha çox yaşı olan şəxslər üçün isə 70 yaşı olanadək, 70 yaşdan çox yaşı olanlar üçün isə 2 il siyasi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər olan şəxslər üçün isə həmin şəxslərin təqdim elədiyi tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddətdə nəzərdə tutulur.